Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Allahümme yassir li emri ve şrah li sadri ve ahlul uqteten min lisan yefkahu qavli. Allahümme allimna ma yanfa'una ve enfa'na ma allamtana inneke entel alimul hakim. Allahümme beyin lana hakka hakkan varzukna ittiba'ahu ve beyin lana batılan ve cümle min. Her şeyden önce kardeşler, Allah subhanahu ve ta'aladan takvalı olma, birbirimizi xatırlamalıyıq, tövsiyə etməliyik. Və həmçində Allah subhanahu wa ta'ala neymətlərini xatırlayıb şükür etməliyik və həqiqətən də hər birimizin üzərində Allah subhanahu wa ta'ala neyməti sahibsidir və hesabsızdır. Və qardaşlar, bugün xatırlamaq istədiyimiz mövzu, yəni müsəlmanların bir-birlərinin üzərində olan haqlarından biridir. Hansı ki bir hədisdə Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, haqqul muslim aləl muslim xəms, müsəlmanın müsəlman üzərində haqqı 5'dir. Və bəzi rivayətdə gəlib 6 və İmam Əhməddə də 7-ci də zikr olunub. Hansılardır? Birinci raddus salam, ikinci iadətül marid, üçüncü taşmitul atis, dördüncü ittibal cənazə, beşinci icabətül da'va, altıncı nasrul mazlum və 7-ci və idəstansə kafansa. Yəni tərtib hədisdə kim olmazsa ümumi tərtib nədir? Deməli müsəlman üzərindəki haqqı ümumilikdə götürsə hədisləri cəm eləsə 7-dir. Birinci salamı qaytarmaqdır. İkinci cənazəni, xəstəni icazət eləmək, cənazənin arxasınca getmək, ondan sonra asqılanda əlhəmdülillah yarım kalla deməkdir. Və həmçinin də dəvətə icabət eləmək. Nədir dəvətə icabət eləmək? Yəni alimlər deyir ki, burada dəvət, toy, bir də əqiqlər nəzərdə tutulur. Yəni əqiq məclisi. Əgər tam ki, biri sənin toyuna dəvət etsə, oğlun toyuna dəvət edirsə, onun dəvətini icabət etmək lazım. Və bəzi alimlər də Şeyx Hüseyin Rəhməlada ora həmçində əqiq də əlavə edilir. Yəni əqiq də ümumi müsəlman dəvətlərin olduğunu dəvətə icabət vacibdir. Və sonra isə deməli bəzi hədislərdə əlavə gəlib məzluma yardım eləmək, yəni qardaşa zülm olduğuna yardım eləmək və İmam Əhməd də əlavə edib deyir, əgər qardaşın səndən nəsiyyət istəyərsə, mənə nəsiyyət, ona nəsiyyət eləmək, bu haqlar ki var, yəni 5, 6 və yaxud da 7 ümumi hədisləri götürsək, bu haqlar barədə sələf alimləri deyir ki, yəni bu haqlar müsəlmanlar arasında müştərəkdir. Yəni bu haqlarda bütün müsəlman sayılanlar nədir? Burada müştərəkdirlər. Yəni illah ki bu məsəl üçün sələf cəmaatına aiddir, yox. Və hansısa bir cəmaata aiddir, yox. Bu müsəlman sayılan hər bir kəsə nədir? Bu haqlardır. Yəni əgər sənin müsəlman sayılan, yəni bidətçi olsa da belə, müsəlman sayılan kəs, o əgər xəstədirsə, ziyarəti nədir? Gedilməlidir. O salam versə nə olmalıdır? Alınmalıdır. Çünki biz keçən dərsdə də salam barədə dedik ki, hətta Ömər radiyallahu anh və digərlərinə də qeyd olunur, İmam İbn Kəsir Rəhməllah təfsirində qeyd edilib ki, hətta məcusi, nasrani belə salam versə nə etmək lazımdır? Qaytarmaq lazımdır. Və həmçində cənazə. Əgər sən eşitsən ki, bir müsəlman bir kəsin cənazəsi varsa nə etmək lazımdır? İştirak etmək lazımdır. Və yaxud da ki, ona zülm olunursa, o həmən o bidətçiyə sənin bildiyin düzgün bir müsəlman tərəfindən zülm olunursa, sən o zaman məzlumun yanında olmalısın. Və yaxud da ki, hər hansı bir müsəlman gəlib sənə deyərsə, ya sənin axsaqqallığa görə, elmə görə, dünya görüşünə görə, dünya işlərində bacarığa görə, el-oba sənin sözü qəbul ediyinə görə, yəni sənə ehtiyac varsa və səndən nəsiyyət istəyirsə, nə etməlisən? Nəsiyyət eləməlisən. Və qardaşlar, bu haqlar bütün müsəlmanlar bu barədə müştərəkdirlər. Yəni bütün müsəlman, bu xüsusi bir müsəlmanın hansısa bir toplumu üçün deyil. Və bunlar da əslində bu haqlar, necə Şeyx Hüseyin Rəhməllah, Şeyx Fozan Həfizallah bunların bu hədisləri şeylərini qeyd edirlər ki, yəni bütün bu haqlar müsəlmanlar arasında ünsiyyəti, birliyi, məhəbbətini, qardaşı artırır, səbəblərdəndir. Ola bilər hansısa bir bidət əhli ömrü boyu sənin ədavət aparıb, sənə qarşıdır, sənin dəvətə qarşıdır. Amma o xəstələndiyi zaman sən onun ziyarətdən gedərsən, görər qəlbi neyniyər? Yumuşalar. Və ya da ki, onun atası öldüyü zaman cənazəsindən gedərsən, nə olar? Qəlbi yumuşalar. Və elə xəsairə. Yalnız burada nələr istisnalardır? Burada istisnalardır ki, bəzi elm əhli burada istisnalar edib ki, əgər həmən o bidət əhli, onlar dəvətçilərdəndirsə,
Ona ruusul bidə deyirlər, bidətin başçılarıdırlarsa və sən özün də tanınmış kəslərdənsənsə, misal, sən də bir elm əhlisən, bir dəvətsən, o da bir dəvətçi, bir elm əhlidir və onun cənazəsi sənin gedib iştirak etməyi nədir? Onun bidətini artırır o anda. Onda sən getmə, yəni sən həmən halında getmirsən. Buna da dəlil nəyə gətiriblər, qardaşlar? Peyğəmbər sallallahu aleyhi və səlləm zina edən, borcu olub ölən kəsə, özünü öldürən, intihar edib ölən kəsə cənazə qılmırdı. Sahabələr nə deyirdi? Gedin deyir, qardaşınızın cənazəsini qılın. Niyə Allah Rasulü qılmırdı? İnsanlar həmən əməlin şiddətliyindən bilsinlər, təhlükəsini bilsinlər deyə. Eləcə də bundan da alimlər fayda kimi götürür ki, əgər bir dəvət eyləyən, sıradan bir bidətçi yox, dəvət eyləyən bir bidətçi varsa və o dünyasını dəyişirsə, o istisna o da cənazədədir, dünyasını dəyişirsə və sənin də dəvətdə qatqın varsa, sən də bir elm əhlisən, onun haqqı yəni dəvətçilərdənsəsə, sən oraya getmirsən, ne üçün sənin getməyin onların şənini artırır. Və istisna ediblər burada nədə? Bax, bu cənazə namazında. Amma xəstəliyində getməyə problem görmürlər. Dəlildir, nə gətiriblər? Biz zikr edəcəyik onu. Peyğəmbər sallallahu aleyhi və səlləm hətta yahudilərin, müşrikin belə ölüm ayağında neyinə getmişdi? Ziyarətə getmişdi. Misal üçün, yahudinin oğlu Mədinədə, Yahudun oğlu ölüm ayağında olanda Allah Rasulü getdi və dəvət elədi. İslam'a gəldi, gəlmədi? Gəldi. Doğma əmisi Əbu Talib ölüm ayağında getdi. İslam'a dəvət etdi, qəbul ediləmədi. Amma Allah Rasulü getdi. Niyə? Çünki alimlər deyir ki, bax, bu anda xəstə ziyarət salir, o anda getmək olur. Amma dünyası dəyişəndən sonra isə alimlər neyiniblər? Çəkindiriblər. Hər balda qardaşlar, yəni bunlar, yəni bütün müsəlmanlar burada müştərəkdirlər və biz bugün bu haqlardan danışacağımız haqq, qardaş, xəstənin ziyarətidir. İyadətül mərid. Xəstə kim sayılır? Xəstə o kəs sayılır ki, hansı ki, o ziyarətə gedilən xəstədir, o xəstəlik səbəbi ilə çölə bayra çıxa bilmir. Yəni, yatağa və yaxud da ki, xəstə otağına məhkumdur. Misal, xəstəliklərin növləri çoxdur. Bugünkü də biraz külə olan kimi çox qrip olur, askırır və yaxud da ki, xroniki asması var. Xəstədir. Qanunda xəstədir. Və ya da xroniki tuberkuloz var, vərəmdə deyə, vərəm. Və ya da ki, xərçəngi var, amma heç problem yoxdur, gəzir, eləyir və s. Bunlar gəzən xəstələrdir. Yəni, bunlar yatağa məhkum olan xəstələr deyil. Və alimlər də zikr edirlər ki, xəstə ziyarəti kimə aiddir? Yatağa, otağa məhkum olanlara. Amma cəmaatın içindədirlər və s. Axşam evdə olursa ziyarətə gələrəm, bunu sələflər bəyənməyiblər, bunu da düzgün saymayıblar. Hökmünə gəlincə isə fəqihlər demişlər ki, xəstə ziyarəti fardul kifayədir. Təkid olunmuş sünnədir. Nədir təkid olunmuş sünnə? Yəni, o tərk olunmayan əməldir. Hamı bacaran qədər yerinə yetirməlidir. Amma İbn Teymiyyə rəhməhullah, eyni zamanda Şeyx Useymin rəhməhullah və müasirlərdən bir çoxu onda tərcih eləmişlər ki, xəstə ziyarəti fardul kifayədir. Yəni, nədir fardul kifayə? Yəni, xəstəni yaşadığın məntəqədən 200 səfər gedib ziyarət etdirsə artıq nədir? Bütün müsəlmanların boynundan düşür. Fardul kifayə olur. Yox, əgər heç kim onu ziyarət eləmirsə, onda hamının boyunda nədir? Vacib hökmündə də qalır. Hədislərə gəlincə isə, qardaşlar, hədislərə gəlincə düzdür, birinci hədis zikr elədi ki, 7 haqdan biri də deməli, xəstənin ziyarəti. İkinci hədisdə isə deməli, Allah Rasulü söylüyor ki, at'imul cə'i və udul marid və fakkul əni. Bu da deməli, İmam Buxar hədisi rəvayət edib, Allah Rasulü söylüyor ki, acılara yedizdirin, əmr formasıdır. Xəstəni ziyarət edin, əmr formasıdır və qabların ağzını açıq qoyun. Bağlayın. Nə deməkdir? Yəni, o qablar ki, çöldə, bayırda qalırlar və o heyvan üçün, insan üçün su istifadə olunan qablardır. Yəni, o qablar sünnədən odur ki, axşam çöldə, bayırda qalanlara aiddir, yəni açıq havada. Allah Rasulü söyləyib ki, axşamlar onlar olmalıdır,
ağızları bağlamalı. Çünki başqa digər hədisdə gəlib ki, Allah Subhanahu taala günlərin, gecələrin birində vəba xəstəliyi endirir və hansı qablar açıq qalsa nədir? O oran isabət olur. Ona görə sünnədən olur ki, ağzı bağlanmalıdır. Amma hədislərin ləfzinə baxın, hamısı əmr formadır. Acıları yedizdirin, xəstəni ziyarət edin və qabların ağzını bağlayın. Ləfz zahirən olsa da, vacibə dəlalət eləsə də, amma alimlər məsələn hökmünü ixtilaf etmişlər və qeyd elədiyimiz kimi xəstə ziyarətini isə alimlər bir çox alimlər zikr etmişlər ki, onun hökmü fardul, yəni kifayədir. İkinci başqa bir hədisdə Thawban Mevla Rasulullah s.ə.v Allah Rasul Mevlasının xidmətçisi Thawban radiyallahu anh rəvayət edir ki, Qala Rasulullah s.ə.v İnnel muslim İzâ âdə axâhu ilə muslim ləm yəzəl fî xarfətil cənnəti həttə yarca. Raval Muslim. Allah Resulü söylüyor ki sallallahu aleyhi ve sellem bir Müslüman öz Müslüman qardaşını ziyarət edərsə o cənnət bağçalarında olar. Bəzi alimlər də bunu açıqlayıblar ki, yəni cənnətin hansı bağçasında meyvə verən bağçalarında, artıq meyvə verən tərəflərdə olar, hətta evinə qaydana qədər. Yəni bu hədis onu göstərir ki, Allah Resulü sallallahu aleyhi ve sellem müsəlman bir kəsi öz müsəlman qardaşının xəstə olduğu zaman ziyarət etməsinin açıq-aşkar fəzilətini bildirir ki, yəni niyə xəstə ziyarət edən cənnət bağçasına müjdələnməlidir? Çünki həmən insanın getdiyi əməldən Allah razıdır və həmən insanın getdiyi əməl onun savab dərəcəsini qaldırır və həmən əməl onu cənnəti aparan nələrdəndir? Səbəblərdəndir. Bu baxımdan da bax, bu boyda fəziləti, savabı var xəstə ziyarətini, amma görürsən ki, təəssüflər olsun ki, qardaşlar var ki, aralarında yengili var, kimləsə mübahisə eləyib, yəni bidət məsələsi deyil, dünya bir məsələdir. Onlar bir-birlərinin xəstə ziyarətinə getmirlər, salam vermirlər, toyuna gəlmirlər və s. Siz təsəvvür edin ki, Allah bütün fitnələrdən bizim ümməti, Allah xüsusə bizim Azərbaycan tovhid əhlini o fitnələrdən qorusun. Təsəvvür edin, 10 ildir bir cərh və tədil fitnəsinin mərkəzindəyik. Qardaş, gör nə qədər insanlar bu məsələdə şiddətlənib azğınlığa getdilər. Yəni, subhanallah, çöldə, bayırda Əşəri, Məturidi, Allahın və sifətlərini inkar edən və s. istənilən bir bidətçini, yəni onlar qucaqlayırlar, görüşürlər, öpürlər, kefin halını soruşur, əqinə gedir, toyuna gedir, bütün problemlərin üstündə dayanır, amma özünün sələf mənhəcində, etiqadında olan bir insana salam vermir, toyuna gəlmir, yasına gəlmir və xəsəliyində də ziyarət eləmir. Və elə başa düşür ki, adam nə ilə mübarizə aparır? Bidət əhli ilə. Öz aləmində adam bidət əhli mübarizə aparır. Və danışanda da bidət əhli mübarizə, ay cihaddır, ay belədir, elədir. Amma həqiqi bidət əhli hardadır? Bunun düz yanında. Sinəsinə baxsır, qucaqlayır, görüşür, kefin halını soruşur. Yəni, bəlkə də onu, bəlkə də cahilliyindən eləyir və bəlkə də onu sən görürsən deyə sənin acığına eləyir. Yəni, bu da Allah qorusun, yəni, nə əhl-i sünnə, nə sələfin salihin yolunu gedən bir kəsə aid olan bir əməl deyil. Halbuki, yəni, bu fitnə olanda, başlayanda, yəni, sıravi insanlar, yəni, bu hədislərə rayət eləsəydilər, Peyğəmbər sallallahu aleyhi və səlləmin qoyduğu mənhəclə geçsəydilər, bu fitnə sayılmayacaqdır. Bu elə bilə bir tələbənin, digər tələbənin xatalarını bəyan eləməsi mövzusunda qalacaq. Düzdür, qardaşlar. İbn Teymiyyə rahimehullah barədə qeyd edir ki, deyir, hansı ixtilaf ki, əhl-i sünnəni parçalayırsa, o ixtilaf deyil, dini ixtilaf deyil. Yəni, hansı ixtilaf, baxın, tarix boyu siz baxsaq bütün hədis kitablarına, hədis ravilərin kitablarına və görəcəksiniz ki, tək-tük ravilər ola bilər ki, yəni sayla ravilər var ki, bütün mühəddislər onun mötəbərliyi var deyə ittifaq eləyiblər. Tək-tüklərdir. Yəni, tək demədə, yəni saya biləcəyin qədərdir. Amma ravilərin çoxu olub ki, misal üçün İmam Əhməd zəif görüb, digəri başqa şey görüb, filankət başqa şey görüb. Amma, yəni qardaş, həmən insan, yəni onu pis görənlər, yaxşı görənləri tənqid eləməyiblər. Və ya da pis gördüklərinə görə insanları ondan tamamilə çəkindirməyib və ya da ondan hədis rəvayət eləyənlərdən insanları çəkindirməyiblər.
Yəni bütün nədir qardaşlar? Yəni bu o deməkdir ki, onların elədikləri Allahın dininin izharı, haqqın izharı üçün idi. Amma bugünkü gündə isə o ixtilaf hansı ki, eyni sələf cəmaət, bax, görürsən təkfirçilərə qarşı eyni mübarizədir, mənhəc eyni mübarizədir, hansı məsələni deyirsən, görürsən, eyni mübarizə gedir, eyni mübarizə və açıq-aşkar da görürsən ki, bəli, bu iki toplum, iki firqə eyni cəmaətdir. Sadəcə, qardaş, sən kiminsə istədiyini, yəni sifarişini yerinə yetirmirsən deyə, onun sifarişini danışmırsan deyə, sən hizbi olursan, mümeyyə olursan, sən məsləhətli deyilsən, sən gizlədirsən və s. Amma sən durub bugün onun dediyini istədin desən, sən olacaqsan qatı sələfi, sənin keçmişin də əli olub, sən sadəcə gözləmirsən və s. təriflər işləyəcəksən. Bu da Allah qorusun, sələfin metodu, mənhəci deyil. Baxın, görün qardaşlar, qaydaq mövzumuza, yəni bir xəstəni ziyarət eləmək, Allah Rasul söylüyor ki, həmən insan cənnət bağçalarında olar, hətta oradan çıxıb evinə qaydana qədər. Hətta bəzi hədislərdə gəlib ki, həmən insan evindən çıxıb qaydana qədər. Hədisin ləfsində isə hədisin ləfsində bəli, ümumi məna onda da dalət edir. Amma digər İmam Məhəmmədə başqarında əlavə ləfslər var ki, insan evindən çıxıb yəni qaydana qədər. Yəni sən o niyyətlə, necə ki, niyyət edib meçidə gedirsən, getdiyin qədər neynisən? Savab qazansan və qaydığın gələdə günahlansın. Eləcə də xəstə ziyarətində fəziləti budur. Hədisi də İmam Müslim rəvayət edib, yəni hədis səhih hədisi. Başqa hədisdə deməli İmam Tirmizi rəvayət edib və Şeyx Albani də onu həsən hesab edib. Əbu Hüreyrə radiyallahu anh rəvayət edib ki, qala Rasulullah sallallahu aleyhi və səlləm: "Mən adə məridən aw zər'ahu lahu fillah nadahu munadin en tibta və taba məmşək və tabawwa'ta minəl cənnəti mənzilən." Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem belə demişdir ki, kim öz qardaşını, yəni xəstə qardaşını ziyarət edərsə və yaxud da ki, xəstə olmasın, adi belə qardaşını ziyarət eləsin. Yəni, ziyarət burada qardaşlar təkcə xəstəliyi nəzərdə tutulmur. Ola bilər ki, bir insanın bir sıxıntısı var. Yəni, insan özünə qapanıb, problem içindədir, xəstəsi var və başına bir qəza gəlib. Yəni, adama qardaş lazım neynəsin? Gəlsin, ziyarət eləsin, təsəlli versin, ürək dirək versin. Çünki mütləqən bu hədislər, bu hədisin özü sırf xəstəliyi ilə bağlı deyil. Çünki bəzən bizə mənəvi danışığa ehtiyacımız var. Adam var ki, məsəl üçün görürsən ki, onun pul problemi yoxdur, pul sıxıntısı yoxdur. Sadəcə adam özünə qapanması var. Nəsə bir hal olub, neyniyib və bu da özünə qapanmalı insanı pis fikirlərə gətirə bilir. Özünə canına qəsd eləmək, başqa bir şey, başqa bir problem və hərdən həmən insana bax belə danışmağa ehtiyacı var. Gələrsən, oturasan. Çünki alimlər deyir ki, insanın başdan bir şey gələndə insanda kənardan qəbul etmə, yəni hissələr insanda qapanır. İnsan deyir, mən necə bundan xəbərim olub? Niyə? Çünki problem ki var, həmən insanı dərin düşünməyə neyiniyib? Mani olub. Deyir ki, insan əsəbləşən vaxtı. İnsan əsəbləşən gözünü heç nə görsənmir. Ona görə Allah Rasulü söylüyor ki, sizdən qardaşların bir əsəbləşən gəl o neynə? Səbirli ol, tövsiyə elə, nəsiyyət elə və ya da insan özü ona deyəsən, dur get təslimaz al, yerimi dəyişmək və s. Niyə? Çünki həmən insanda blokirovka gedir, qapanma gedir. İnsan yaram kolu, insan çox şey düşünə bilmir. Çünki bir tərəfli nəsə görə bilir, düşünə bilir. Ona görə bax, bu hədisə deyir ki, kim bir xəstəni ziyarət eləsə və ya da öz müsəlman qardaşını Allah üçün ziyarət eləyərsə, bu hədisə gəlib ki, Allah üçün, yəni savabını Allahdan istəməklə, yəni Allah rizasına, yəni hətta belə deyək ki, görünmək üçün yox. Çünki bəzi insanlar var ki, Allah qorusun, Allah hamımızı islah eləsin, niyyətlərində özünü cəmaatın içində aktiv müsəlman göstərmək kimidir. Ora qaçsın, bura qaçsın, yəni canfəşanlıq, amma baxırsan ki, heç bir savab da əldə edir. Niyə görə? Niyyəti Allah üçün deyil. Elə insanlar niyyəti, filankəs aktivdir, filankəs qabaqdadır, filankəs dediyi şeylərə görədir, zaten onun adı da qazanır. Amma Allah dərgahında nədir? Savabdan məhrum olur. Çünki əməli nə üçün deyil? Allah üçün deyil. Bu hədisə də istər xəstə qardaşın olsun, istərsə xəstə olmasın, sadəcə müsəlman bir qardaşı Allah üçün ziyarət edərsə, yəni o əməli nə üçün olar? Allah üçün. Və onun da əməlinin Allah üçün olması, alimlər deyir ki, onun hərəkətləri onu izhar elə göstərir. Və bu zaman nə olur? Nədir, münədir? Onu bir mələk çağırar.
Bir mələk ona səslənər və deyər ki, sənin bu elədiyin, bu ziyarətə getməyin gözəl bir şey. Sən buna yaxşı bir əməl edin. Çünki sən bu əməllə Allahın razını qazandın, cənnətə səbəb qazandın. Və deyir ki, və sənin getdiyin yer də yaxşıdır. Yəni, evindən çıxıb, o ziyarətə ki, getmirsən, həmən onu da sən yaxşı halda elədin, yaxşı savab qazanmış oldun. Çünki o əməllər səni cənnətə aparan səbəblərdir. Sonra isə deyir ki, və sən bu əməllərinlə, yəni gözəl niyyətdə olmağın və gözəl bir savab əməl eləməyin və sən bununla da özünə də cənnətə də yaxşı yer qazanmış, cənnətə özünə mənzil qazanmış olursan. Yəni, baxın, nə ilə bağlıdır? Ya xəstə ziyarətidir, ya da həmən müsəlman qardaşın ziyarətidir. Hədisi də Şeyx Albani həsən hesab etmişdir. Başqa bir rivayətdə İmam Əhməd radiyallahu anh, Cəbir bin Abdullah radiyallahu anh rivayət edir ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm, Mən ədə məridən ləm yəzəl yaxudu fir-rəhmə hətta yəclis fə idə cələsə ixtəməsə fiyhə. Deməli, hədisi İmam Əhməd rivayət edir və Şeyx Albani Silsil Əs-Səhiyyədə 2504-cü hədisi səhih hesab etmişdir. Nə deyir İmam Əhməd? Deyir ki, Cabir radiyallahu anh, yəni Cabir bin Abdullah rivayət edir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem belə demişdir ki, kim öz müsəlman qardaşını, xəstə qardaşını ziyarət eləməyə gedərsə, o artıq Allahın rəhmətinə daxil olmuş olur. Yəni, rəhmətin içindədir. Bəzi rivayətdə də gəlib ki, həmən insan evindən çıxıb qaydana qədər Allahın rəhmətinin ahətəsindədir. Hətta xəstənin yanında oturana qədər. Deməli, evindən çıxıb qaydana qədər onu Allahın rəhmətinin daxilindədir. Və hətta xəstənin yanına gedib oturana qədər. Əgər deyir, otursa, artıq rəhmətə, elə bir rəhmətə salıb çıxartdılar onu. Və burada da alimlər deyir ki, bu da o deməkdir ki, yəni elə bir ki, xəstə ziyarəti, həmən insan xəstə ziyarətinə getməklə Allahın rəhmətinə salınır, rəhmətin içində olur və onu da ixtəməsə burada mənası, yəni sanki suya salmış kimidir. Alimlər deyir ki, burada Allahın rəhmətini o suya oxşadırlar ki, nə manada oxşadırlar? Yəni necə ki, su insanı pak eləyir, suya insan gibi sana paklaşır, eləcə də insan da Allahın rəhmətinə olur, batıb çıxanda günahdan təmizləmiş olur. Yəni, nə əldə edirik? Biz əldə onu edirik ki, kim xəstə ziyarəti üçün evindən çıxarsa, o niyyətdən çıxarsa, evindən çıxıb qaydana qədər Allahın rəhmətinin içində olar. Hətta xəstənin ziyarətinə gedər, yəni niyyəti tamamlanar və oturar onun yanında. Artıq ziyarəti təkid olundu, əmin oldu, o zamandır artıq yəni günahlardan tökülmüş hal kimi olar. Yəni onun halı kimdir o? Xəstənin ziyarətində olan. Başqa bir rivayətdə, yenə İmam Əhməd radiyallahu anh rivayət edib və hədisi də Şeyx Albani səhih hesab etmişdir. İmam Tirmizi rivayət edir ki, Əli radiyallahu anh rivayət edir ki, Məmin muslimin yaudu muslimen Qadvatan illə salli aleyhi səbun əlfə mələkən hətta yumsi. Əli ibn Əbu Talib radiyallahu anh rivayət edir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem demişdir ki, hər hansısa bir müsəlman öz müsəlman qardaşını, yəni səhər gün çıxandan sonra, yəni gün çıxandan sonra, artıq gecə deyil, işıqlı vaxta aiddir. Yəni gün çıxandan sonra öz müsəlman qardaşının, xəstə qardaşını ziyarət edərsə, axşama qədər onun üçün 70 mələk neyər? Dua eləyər. 70 mələk dua eləyər. Əgər deyir, o qardaşını, yəni gün batandan sonra ziyarət edərsə, artıq o gün çıxana qədər, sübh açılana qədər, yəni artıq onun üçün 70.000 mələk dua eləyər və hədisi davamında deyir ki, və həmən insan o ərəfədə cənnət bağçalarında olar. Cənnət bağçalarında. Nəyə aiddir bu qardaşlar? Bir insan öz müsəlman qardaşını sırf Allahın rizasına, niyyəti o nədir? Allahın rizasıdır. Yəni, kiməsə göstərmək yox, müdürümdür, gedim birdən inciyər, qohumdur, getməsəm inciyər, qonşumdur, getməsəm inciyər. Bax, bu niyyətlərlə yox. İnsan gedir ki, bu müsəlmanın haqqıdır, bu Allahın əmridir, Peyğəmbərin əmridir və bu əməl bizi cənnətə neynəyəcək? Daxil eləyəcək. Bu hədislərin şərhində müasir alimlərdən biri bu belə bir əlavə bir şərh eləyib bu hədisə. Qeyd edir ki, yəni bu hədis birbaşa onu göstərir ki, insan hər bir
hər bir əmr olunmuş əməli, istər vacib olsun, istər sünnə olsun, istər nafilə ibadət olsun, onu yerinə yetirəndə hökmən Allahın niyyətini eləməlidir, təzələməlidir. Misal üçün, bir insan gündəlik namazları çalışan qədər harada keçirməyə çalışır? Məsciddə. Deməli, o həmən əməllərin onun qəlbində adət halında olmasının qarşısını almalıdır. Yəni, hər dəfə nə etməlidir? Niyyətini yeniləməlidir. Ola bilər ki, insan mütəmadi getdiyinə görə artıq beyində bir şey yaran ki, gedim, filan kəsən orada görüşüb danışaram da, gedim onsa qardaş orada olacaq da və s. Yəni, niyyəti bu ibadətdir. Meclisə getmək ibadət deyil. Bir kişi üçün, yəni ən əzəmətli ibadətlərdən biridir ki, meclisin yanında yaşasın və əzanı eşitsin və oraya girsin. Ən mühüm ibadətlərdən biridir. Hətta Allah Rasulü sallallahu aleyhi və səlləm demişdir ki, İstəyərdim, əzan veriləndən sonra əlimə alov götürüm və hansı kişilər ki, əzanı eşitib, meclisə gəlməsə evləri neyniyim? Alova vurum, yəni yandırım. Deməli, bu o deməkdir ki, kişinin mütləqən olaraq ən fəzilətli namazları haradadır? Mecliddədir. Yəni, bu müsəlman bir kişi üçün ən əzəmətli, zahir olan əməllərdən biridir. Heç bir halda insan meclisi tərk eləməlidir, heç bir halda tərk eləməli deyil. Amma qardaş, bax, gündəlik getdiyimiz halda belə, biz niyyətimizi təzələməməklə, o bizdə nə hal yaranır? Adi hal yaranır. Ona görə baxırsan, görürsən ki, insan ondan da balaca bir əməl eləyir. Baxırsan, görür, misal üçün deyim də, insan gizlin 1 manat sədəqə eləyəndə, onu ilə fəxr eləyir, eləmir. Çünki heç kim bilmirdi, onu bir Allah bilir, özü bilir. Düz deyil. Amma insan təsəvvür elə ki, gündəlik yağışda, çoğunda, qarda, əyaqla, miniklə, lisabətlə fərqi yoxdur. Meclisə cəmaət namazına gedir, amma həmən o hissiyatı keçirə bilmir özü. Niyə? Çünki adiləşdirir özündə. Aydın qardaşlar. Ona bu mühüm məsələdir ki, biz həmən ibadətə getdiyimiz zaman və ya da gündəlik sədəqə verdiyimiz zaman və ya da nafilə oruç tutursan, bir yaxşılıq eləyirsən, hər hansı bir fərq yoxdur. Yəni, insan hökmən niyyəti neynəməlidir? Niyyətini təzələməlidir. Və niyyət təzələnmədikcə də həmən əməl bizim qəlbimizə yata bilmir. Yəni, təhsil eləmir. Baxırsan, gündəlik namaza gedirik, gəlirik, həmən qeybət, həmən lağlıq, həmən isteyza. Olmur qardaşlar. Çünki adiləşdirir. Ona görə adiləşdirmək lazım deyil. Və bu hədisədə Əli ibn Əbu Talib radiyallahu anh bildirir ki, Allah Rasulü söyləmişdir ki, bir müsəlman öz müsəlman qardaşını gün çıxandan sonra ziyarət edərsə, gün batana qədər 70 mələk dua edər, axşam gün batandan sonra ziyarət edərsə, sübh batana qədər 70 mələk dua edər və həmən hərəfdə insan cənnət bağçalarında olar. Başqa bir hədisdə Əbu Səid Əl-Xudri radiyallahu anh rəvayət edir ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm Udul marda və tabul cənaiz tudəkkürhümü əl-əxirə. Allah Rasulü söylüyor ki, xəstələri ziyarət edin, cənazələri ittibə edin, cənazənin dalınca gedin, yəni cənazələri ittibə edin. Bu iki əməl sən eləyəcək, axirəti xatırladacaq. Çünki sən xəstənin yanına gedəndə, xəstənin halını görsən, vəziyyətini görsən və sənə nə düşündürür? Mən də belə olacağım, mən də xəstələnə bilərəm, bu hal ölə bilərəm və s. O sən artıq nə edir? Axirətlə təmaslı yaxşılaşır. Eləcə də cənazə namazda. Çünki Allah Rasulü İslamın ilk əvvəldə cənazə getməyə qadağan eləmişdi. Həmçinin qəbirstanlığa getməyə qadağan eləmişdi. Sonra Allah Rasulü sallallahu aleyhi və səlləm qəbirləri ziyarət etməyə icazə verdi və dedi ki, ziyarətin həqiqətən də o insana axirəti xatırladır. Və bu hədisdə Şeyx Albani rəhməllah Sahih Ət-Tərğibdə hədisi səhih hesab etmişdir. Başqa bir hədisdə Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm hədis qüdsdə belə demişdi. Yəni hədis qüds qardaşlar, bu Allahın kəlamıdır, amma Peyğəmbər sallallahu aleyhi və səlləmin tələffüzü iləndir. Deyir ki, Allah Taala belə dedi, qiyamət günü Allah subhanahu taala deyəcək, ey Adəm övladı, mən xəstələndim, niyə məni ziyarət eləmədin? O zaman Adəm övladı deyəcək ki, ya Rabbi, sən aləmlərin Rəbbisən. Yəni, sən necə xəstələn, sən necə ziyarət edərdim? O zaman Allah subhanahu deyir ki, sənin tanıdığın filan bəndəm xəstələndi, sən onu ziyarət eləmədin. Əgər sən onu ziyarət eləsəydin, sən məni onun yanında tapardın. Yəni, bu nə deməkdir, qardaşlar? Yəni, insan bacardığı qədər, əgər xəstə
bir evin bilir, yerin bilir, hansı ki tanıyır, bildiği qardaşdır və ya tanımadığı qardaşdır. Yəni burada şərt tanımaq deyil, hətta tanımadığı qardaş olsa belə insan onu nə etməlidir? Ziyarətinə getməlidir. Və bu da qardaşlar onu göstərir ki, yəni insan öz müsəlman qardaşının ziyarətinə getmədiyi üçün də qiyamət günü Allah Subhanahu taala da bu sorğunu həmən insandan sorumlayacaqdır. İndicə keçək qardaşlar xəstə ziyarətin ədəbləri. Təbii ki, hər bir əməlin özünün ədəbləri var, qaydası var və burada alimlər əslində çox ədəblər gətirib, bəzilərini seçmişik. Deməli, birinci ədəb nədir? Xəstə ziyarətin birinci ədəb nədir? Xəstə ziyarət elədiyin zaman münasib vaxtı axtarmaq, münasib vaxta getmək. Yəni, xəstəliklə cürbəcürdür. Xəstəlik var, məsəl üçün insan ağrı kəsici ilə və ya da müəyyən bir sistem vasitəsilə müəyyən bir vaxt özündə olmur, yataqda olur və ya da müəyyən bir vaxt onun tədavi alan vaxtıdır və ya da müəyyən vaxt onun yemək yiyən vaxt və ya da müəyyən bir vaxt onun taharət, namaz işləri olur. Ona görə yaxşıdır ki, sən getməmişdən öncə, yəni onunla əlaqəli olan kimləsə əlaqə saxlayasan, ev əhlinlə kimləsə əlaqə saxlayasan və o sənə desin, filan vaxtı gəl. Aydın qardaş, bu mühüm məsələdir. Çünki bəzi hallarda görsən, qardaşlar keyflənə düşür, gecə saat 10-11-də gedə filan qardaşı ziyarət elə, qardaş xəstədir. Qardaş, o vaxtı oyaq adam qalmır heç. Və hətta ki, gün orta keyflənə düşür, gedə filan kəsi ziyarət eləyək və gedir evdə uyğun ab-hava olmur. Ya onun vəziyyəti yataqda olur, hal olmur və hətta ki, belə də yoldaşı onun yanında xidmətdə olur, yemək pişən havaq və s. Ona görə ilk ədəb alimlər zikr edir ki, xəstə ziyarətinə gedən zaman hökmən münasib vaxtı təyin eləmək lazım. İkinci nədir? İkinci ədəb odur ki, alimlər deyir ki, xəstə ziyarətə hətta kafir olsa belə məsləhətsə getmək nədir? Olar. Məsləhət varsa. Məsləhət də nədir kafirin ziyarətində? Onun İslam'a dəvət olunması. Və burada misal gətirirlər ki, necə ki, İmam Müslim rahmehullah rəvayət edir ki, İmam Buxari öz səhih əsərində rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm Mədinədə Yahudi övladı neynədi? Xəstəliyində ziyarət elədi və onu dəvət elədi. Həmən insan neynədi? Hidayətə gəldi. Müsəlmanı və sonra dünyasını dəyişdi. Bu bir. İkinci dəlil gətirirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əli ibn Abu Talibin ölüm əyağında neynədi? Ziyarətdən getdi və dəvət elədi. Əli ibn Abu Talib neynəmədi? Qəbul eləmədi. O bu hədisə İmam Buxari Müslim ittifaq elə bu hədisin səhliyində. Yəni bu onu göstərir ki, əgər hansısa bir sənin qonşun olsun və ya da qeyri qonşu olsun, əgər o kafirin ziyarətində məsləhət varsa nədir? Gedir. Məsləhət də nə deməkdir orada? Məsləhət odur ki, insan artıq həmən insanın halını bilir. Yəni bilir ki, bu halda ona dəvət olunsa qəbul eləyər və artıq ona dəvət eləyib, bunda yumuşalma gedib, qəlbi İslam'a açılır. Bu ziyarət onun hidayətini artıracaq, sürətləndirəcək. Bax, məsləhətlər budur. Belə filan kəs Anatoli xəstət gedək ziyarət eləyək, o yox. Yəni burada alimlər deyir ki, burada məsləhət güdülməlidir. Yəni məsləhət varsa gedir, yoxsa gedilmir. Həmçinin növbəti ədəb nə? Növbəti ədəb alimlər deyir ki, xəstə ziyarətinə bir insanın təkrar getməsi olar yoxsa olmaz. Bu barədə alimlər ümumiyyətlə iki rəy zikr edirlər. Birinci odur ki, bəzi alimlər deyir ki, bir insanın eyni xəstəni təkrar ziyarət eləməsi icazəli deyil. Ona görə sən hər də oraya getmən ona məşəqqət yaradır, çətinlik yaradır. Bu olmaz. Yəni tez-tez getmən olmaz. İkinci rəy odur ki, hansı ki, bunu da yəni daha ehtimal olunan, yəni mötəbər rəydir ki, yəni nə zaman təkrar gedə bilərsən, əgər sənin oraya getməyin ona qəlbin açırsa, sevinirsə, sən onun ziyarətdən getməyəndə o pis olur, çətinlik yaranırsa, yəni o zaman getmək nədir? İcazədir və lazımdır. Aydın qardaşlar, yəni əgər məsələn xəstədir, məsələn deyir, filan qardaş gələndə könlüm açılır. Yəni bəzi qardaşlar məsələn gəlir xəstənin o üzünə baxırlar, çıxıb gedirlər. Amma bəzi qardaşlar var, gəlir, nəsihət edir, könlünü alır, ürək-dirək verir və həmən insan sanki belə deyim də, o qardaş onun üçün bir həkim rolu oynayır. Başa düşür qardaş, yəni yəqin ki, xəstəsi olanlar bilir ki, bu hal necə olur. Yəni, bəzi insanlar var ki, yəni xəstə ziyarətən gedəndə o qədər ona motivasiyalar verirlər, o qədər onun könlünü açırlar ki, yəni adamın xəstəliyi unudur artıq. Niyə? Artıq o qardaşın ziyarəti ilə, danışıqları ilə, onun üslubu ilə, ünsiyyəti ilə. Yəni, belə halda isə getmək nədir? İcazəli ki, həmən insan təkrar getsin.
Növbəti xəstə ziyarətin ədəbi odur ki, alimlər zikr edir ki, xəstə ziyarətindən gedən zaman ziyarəti uzatmamaq. Məsələn, bəzi qardaşlar xəstə yanına gedəndə, yəni bilərəkdən ziyarəti unudurlar. Yəni elə düşünürlər ki, yəni mən burada nə qədər çox qalsam, bir o qədər mələk daha çox dua eləyəcək. Yəni qardaşlar, dualar nə vaxt gəlib? Evdən çıxıb qaydana qədər. Yəni, zaten evdən çıxanın sən qaydana qədər və gündüz eləmişsənsə, yəni axşama qədər nədir? 70 mələk dua eləyir. Yəni illa ki, onun yanında olduğu müddətdə yox, qardaş. Çünki elə xəstələr var ki, onların ziyarətə 3, 4, maksimum 5 dəqiqə oturmaq bəs eləyir. Deyə görə, çünki adam ağrıyır. Adam yatmaq istəyir, dincəlmək istəyir. Hamı da bilir ki, insan yatağa düçar olanda artıq insanda taqət itir. İnsan ancaq yatır, yatmaq istəyir, dincəlmək istəyir. Və ya da ki, yəni xəstəlik səbəbindən Qurana qulaq asır ki, fikir Quranda qalsın, ağrılarını unutsun. Ona görə bəyənilmir ki, insan xəstə ziyarətində ziyarətini uzatsın. Həmçinin qardaşlar, növbəti ədəblərdən biri də İnsan xəstə yanına gedəndə ədəbdəndir ki, onun üçün dua eləsin. Və sünnədə düzdür. Mən axtardım, 4-5 dənə yaxın dua var. Amma onlardan təxminən 3-ünü zikr eləyəcəm. Mən duaların birində zikr olunur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm xəstənin yanında olan zaman bu duanı edərdi. Lə bəəsə tahurun inşallah. Yəni bu bir dua vardı olub sünnədə. İkinci dua, hansı ki alimlər deyir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem varid olub ki, o xəstə yana gedəndə ya alnına sürtərdi, ya sağ əlini qoyub, onun üçün dua elədi ki, Əltə bilbəs, Rabbun nəs, və şifə əntə şəfi, ləşfən illə şifəvqə, şifən lə yuqadur saqamaq. Bunu da İmam Müslim rəvat edib. Yəni birinci hədis İmam Buxari rəvat edib və ikinci hədis İmam Müslim rəvat edib. Və ikinci hədisin tərcüməsi odur ki, yəni xəstəlik aparan, insanların Rəbbi xəstəlik aparan və ey Allahım şəfa versən, şəfa verənsən, o şəfa ki, hansı ki o şəfadan sonra xəstəlik bir daha geri qayıtmır. Yəni bu da İmam Müslim rəvayət elədi hədisi və növbədə hədisdə İmam Əhməd rəvayət edib və Şeyx Albani hədisi səhihləşdirib. Hədisdə zikr olunur ki, Allah Rasulü söylüyor ki, Mən adə məridən ləm yahduru əcəlu fəqalə indəhu səbə mirar əsəlullah alazım Rabbil kərim ən yeşfiyəkə illə əfəhullah min zəlikəl marad. Allah Resulü söylüyor ki, sallallahu aleyhi ve sellem, kim bir xəstənin yanına gedərsə, bu xəstəyə artıq əcəl yazılmayıb, yəni əcəli tamamlamayıb. Yəni bildiniz hansı xəstədən söhbət gedir. Yəni bir var artıq adam insan ölümə yaxındadır. Yəni daha doğrusu bu xəstəlik har aparır onu? Ölümə aparır. Bir də o xəstəlik ki, yəni xəstədir, yataqdadır, amma o xəstəlik onun əcəli deyil. Yəni gec-tez sağalacaq. O Allah Resulü söylüyor ki, kim o xəstənin yanına gedər və onun əcəli gəlməyibsə, əcəli çatmayıbsa və onun yanında 7 dəfə Əsəlullahal adım Rabbil ərşil kərim ən yeşfiyəkə duasını edərsə, yəni əzəmətli Allahdan istəyəm, əzəmətli Allah ərşin Rəbbi olan Allahdan istəyirəm ki, Allah Taala sənə şəfa versin. Kim bu duanı 7 dəfə deyərsə və Allah Resulü ki, sallallahu aleyhi ve sellem, Allah Subhanahu həmin xəstəlikdən həmən insana şəfa verər. Hədisi də Şeyx Albani səhihləşdirib, hədisi İmam Əhməd rəvayət etmişdir. Və bu da qardaşlar, deməli xəstə ziyarəti olan edilən dualardandır və həmçinin də alimlər qeyd edir ki, yəni xəstənin ziyarətinə gedən zaman, yəni bəyənilir ki, sən ondan kefin halını soruşasan. Yəni gedib elə bir sakit deyəməsən, gedəsən, kefin halını soruşasan, vəziyyətini soruşasan. Düzdür, bu halda həmən xəstənin yəni halını bildirməsi şikayət salir yoxsa yox, bu barədə bəzi alimlər deyir ki, əgər onun halını, kefini soruşan, yəni həkim və həkimin təyin elədiyi adam və ya həkimin göndərdiyi vasitəsidirsə və ya o xəstəyə baxansa, o zaman həmən insanın ona öz ağrılarının, zatlarını demək nədir? Şikayətdən salmır. O, ona alimlər deyir ki, minbabil ixbərdir, xəbər verir. Sadəcə ki, hə, filan yerim ağrıyır, filan yerim ağrıyır. Aydın qardaşlar, yəni bu mühüm məsələdir ki, bəzi qardaşlar deyir ki, ümumiyyət hissdən danışır, bu şikayət deməkdir. Yox, şikayət deyil. Əgər həmən soruşan adam, yəni soruşur haran ağrıyır, Manchester'dadır və ya
medsestradır və ya da həkimin özüdür və ya da həkim təyin eləyir adamdır və ya da ona baxan nəzarətçidir, qayğı göstərən kimdirsə, onun sadəcə xəbər eləyir ki, filan yer mağli, belə olanda belə olur, belə olanda belə olur, o şikayət babından sayılmır. Amma yox, acil ziyarətə gələn adamdır, Kemral necə, ölürəm, belə şey olar, bu nədir, mən başım gəldi, belə. Bax, bu şikayət budur, qardaşlar. Şikayət budur. Çünki həmən adamla sən, yəni bir tonda xəstəliyi zikirləsən, o insan sənə heç bir şey eləməyəcək, nə tövsiyə eləməyəcək bir şey. Həmən insan o vaxtda əlhəmdülillah hər şey yaxşıdır, şükür Allaha, bax bu lazımdır. Aydın qardaşlar, ona görə nə zaman şikayətdir və nə zaman xəbər verməkdir, onu xəstə özü hökmən bilməlidir, ayırt eləməlidir. Və xəstənin də ziyarətdən gedən zaman dediyimiz kimi qardaşlar, yəni onun halından soruşmaq nədir? Bəyənilən əməllər, keyfin halı necədir, özün necəsin, necə yatırsan, necə durursan, yeməyin, içməyin necədir? Çünki bu suallar əslində xəstəyə bir növ motivasiya da verir. Çünki xəstələr çox vaxtı iştahı zadı küsürlər, iştahdan küsürlər də. Düz Allah Rasulü söyləyib ki, yəni xəstələnən zaman necə bəzi ləfslər gəlib ki, o istədiyi yeməyi verin ona. İstəməyin ona yedizdirməyin, yəni məcbur eləməyin. Yəni mən filan şey pişirmişəm, hökmən bunu yeməzdir, belə bir şey yoxdur. Çünki Allah Rasulü söyləyir ki, o zaman xəstələr yəni yemək istəmirlər. Yəni onların elə əlacı, şifası ilə dərmanlarda da olur. Amma məsəl üçün xəstə deyir ki, filan şey olsa yeyərdim, yoldaş anası pişirsə daha yaxşıdır, çünki istədiyi şey olsun. Sonuncu da ədəb alimlər deyir ki, xəstə ziyarətən gedən zaman, yəni sən onu müjdələməlisən və ona bəd xəbər olmalı deyilsən. Misal üçün adamdır, qəza keçirir, müəyyən bir xəstəliyə düşər və sən gelsən, mənim anam da belə olmuş, 15 gün gücdən yaşadı, və mənim xalam belə olmuş və qonşum belə olmuşdur. Allah qorusun, 10 gün yaşamadı. Bu şeylər ümumiyyətlə qadağandır. Xəstəyə bu sözlər deməyə qadağandır. Əksinə, hətta onun xəstəliyi ən şiddətli formada olsa belə, alimlər deyir ki, onun yanına gedən zaman, görmüsə Allah Rasulüne deyir, ləbəs tahurun inşallah. Heç bir şey yoxdur, sağ-salamatı sağlarsan inşallah. Yəni, nə qədər pis xəstəlik, ağır xəstəlik olur olsun, sən ancaq xoş müjdələr, xoş sözlər, sevindirici hallar, inşallah heç bir şey yoxdur, əlhəmdə qonşun belə oldu, 3 gün ayağa qalxdı, tam əksilərini deməlisən. Anam belə də, əlhəmdülillah, bir həftə çəkmədə ayağa qalxdı, sən maşallah əyalasan, günü-gündən güzaran əyaladı. Çünki bu şeylər, alimlər deyir ki, xəstəliyə güc gəlməyən səbəblərdir. Ürəkdirə verir, dayaq olur ona. Yəni o, çünki əksər həkimlər deyir ki, xəstənin bir nömrəli müalicəsi özünün müalicə aparmasıdır. Yəni insan heç bir halda xəstəliyə təslim olmalı deyil. Çünki Allahın bir qədəridir. Yəni heç kim də bilmir ki, o xəstəlik onun əcəlidir, yoxsa yox. Yəni insan daimən özünü gümrah hiss eləməlidir. Yəni gümrahlaşmalıdır. Yəni xəstə, bəzi qardaşlar var ki, qızdırma olsun, bizə mesinə yeməsin. Bak qardaş, 37 yarım deyə qızdırma. 37 qızma nədir qardaş? Cəmaat 39-40 meclisə gedir, işə gedir, nə bilim, stroyakada işləyir, ağır işlər görür. Ona görə bəzi qardaşlar müəyyən bir xırda xəstəlikləri elə şişirdirlər ki, yəni imkan olsa biletən də götürür bir həftəlik. Yüngülvari qripdir, yəni burnu axır, gözünə yüngülvari yaş var və ya da ki, arasa bir balaca sancısı var. Yəni adam buna böyük bir bəla eləyir də özü. Mən xəstələnmişəm, birini zad eləyir. Yox, meclisə gedənmərəm, mənim vəziyyətim ağır. Nə olub? Bir balaca burnum axır. Uşaqların 24 saat burnu axır ki, qardaş. Çünki bu ayda gedib burnu axır, başı axır. Ona görə, bax, belə də yanaşmaq lazım deyil xəstəliyə. Yəni, insan nə qədər ağır xəstə olur olsun, insan heç vaxtı Rəbbinə qarşı pis zəndə olmalı deyil. Həmişə özünün daxilində xəstəliyə qalib gələcəyinə inanmalıdır. Yəni, Rəbbindən özünə inan yaratmalıdır ki, bəli, bunu mənə göndərən Allah subhanahu əlacı da Allahdır, şəfəsi də Allahdan. Qutardı yetdir, güc gəlməlidir. Yəni, özünə inandırmalıdır, təslim olmalı deyil. Və sonunda da təbii ki, qədər öz yerindədir. Allah nə yazıb oldu, ən azından insan heç vaxt öz Rəbbinə qarşı pis niyyətdə, yəni Rəbbinə qarşı bədmin fikirlərdə olmalı deyil və Allah sonra bizə eşi faydanadan eləsin və dua elə ki, Allah sonra bizim bütün xəstələrimizə şəfa versin, onlara geri qayıtmayan, xəstəliyə geri qayıtmayan Allah təala ona şəfa versin və Allah sonra bizə eşi faydanadan eləsin və sallallahu alə Muhammed və alə alihi və sahbihi əcmaîn.